Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselam ala seyyidina Muhammedin ve ali ve sahbe ecmain. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Qadının öz ərinə münasibəti necə olmalıdır? Allahu Teala Quranda bizlərə belə buyurur. Kişilər qadınlar üzərində ixtiyar sahibləridirlər. Onların hamisidirlər, qəyyumudurlar. Nisa surəsi 34-cü ayə. Ərəbcə qayyum sözü hami, himayəçi, öhdəlik sahibi, qayğı göstərən, sahib olan kimi bir neçə mənası vardır. Qayyum olan, sahib olan, mütləq hörmət gözləyən, təzim gözləyən tərəf olur. Bu hörmətin, təzimin dərəcəsini, ciddiyyətini isə növbəti hədisdə izah etməkdədir. Bir gün Muaz ibn Cəbəl radiyallahu anh Suriyadan qayıdıb Peyğəmbər sallallahu aleyhi və səlləm məscidinə girir və onun qarşısında səcdə edir. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm ona belə deyir: Ey Muaz, sən nə edirsən? Sən mənim qarşımda səcdə etməyi kim söylədi? Niyə belə edirsən? Mən Şamda olarkən onların rahiblərinə səcdə etdiklərini gördüm və içimdə bu hərəkəti sənin üstündə etmək fikrinə düşdüm deyə Muaz ibn Cəbəl radiyallahu anh cavab verdi. Sizcə Peyğəmbər sallallahu aleyhi ve sellem nə cavab verərdi? O belə söylədi. Həqiqətən də Allah Adəm övladına başqa bir insana səcdə etməyə qadağan etmişdir. Sonra isə bax görək. Resulullah sallallahu aleyhi ve sellem söylədi. Əgər Allahdan başqasına səcdə etmək icazəli olsaydı, əmr edərdim ki, qadın öz ərinə səcdə etsin. Bu ərin öz yoldaşı üzərində olan haqqının böyüklüyünü göstərir. İbn Məcə. Bu hədisin xanımın ərinə olan hörmət, öhdəlik hissi və ərin qadın üzərində olan haqqına, bu haqqın böyüklüyünə açıq-aydın dəlillərdəndir. Salih qadınlardan biri belə deyərdi. Biz qadınlar öz ərlərimizlə elə danışırdıq ki, sanki padşah ilə danışırıq. Deməli, xanım öz ərinə hörmətlə yanaşmalıdır. Bəs ər bunun qarşılığında nə etməlidir? Ər bu hörmətin müqabilində həyat yoldaşına onun təbii olaraq gözlədiyi sevgini, nəvazişi və qayğını göstərməlidir. Uca Allah Azze və Cəllə buyurur, kişilərin qadınlar üzərində şəriətin müvafiq haqları olduğu kimi, onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində haqları isə bir dərəcə üstündür. Allah Azze və Cəllə, Allah qüdrətlidir, müdrikdir. Bəqərə surəsi 228-ci ayə. Bəs həyat yoldaşı ərə hörmət etməsi nə deməkdir? Ona hörmət göstərmək nə deməkdir? Möhtərəm müsəlmanlar, burada bir çox xüsusi məqamlar vardır. Birinci məqam, kişinin bacarıqlarına və verdiyi qərarlarına hörmət edilməsi. Hörmətli xanımlar, ərinizin zəkasına və irəli sürdüyü qərarlara hörmət edin. Ərinizin qərar verdikdə təkrar sual verməklə onun fikrinə şübhə altına almayın. Onun qəbul etdiyi qərara şübhə etməyin. Onu bacarıqsız və ya etmək istədiyi işə aid səriştəsiz olduğunu ona hiss etdirməyin. Oxşar klassik vəziyyətlər hər zaman baş verir. Məsələn, örnək versək, kişi maşın sürür və arvadı onun səhv yolla getdiyini zənn edir. Adətən xanım belə deyir, bax sən bu yoldan çıxmalı idin. Sən indicə baş yolun çıxışını səhv saldın. Buradan çıxmaq lazım idi. Nəticədə kişi əsəbləşir. Belə reaksiya verir. Mən hara getdiyimi yaxşı bilirəm. Sən narahat olma. İrəlidə çıxış yolu olduğunu bilirəm. Əslində baxa görək ki, burada nə baş verir? Arvad ərinin güclü ər olması hissini, məsuliyyəti və şəxs və öhdəlik hisslərini şübhə altına aldı. İstənilən kişi belə vəziyyətdə düşəndə təbii ki, qıcıqlanır. Bəs o qıcıqlananda nə baş verir? O mübahisə etməyə başlayır. Adətən kişi əsəbləşərək cavab olaraq belə reaksiya verir. Sən bu işlərdən nə bilirsən ki? Nə vaxtdan maşın sürən olmursan? Nə baş verdiyini gördünüzmü? İkinci məqamı kişilərin təbiəti nəzərə alınmalıdır. Onlar ağıl öyrədən qadınları sevməzlər. Müəyyən hallarda icazə verin. Əriniz səhv etsin. Çünki öz səhv etdikdə başqasını hirslənə bilməz.
öz səhvindən ibrət götürsün və siz xanımlar isə özünüzü onun anası kimi aparmayın. Kişi bunu sevmir. Müəyyən hallarda susmaq, məsələni şişirtməmək və kişiyə özü qərar verməsini mane olmamaq lazımdır. Belə olduqda öz səhvini anlayacaq, ibrət alacaq, bir daha bu səhvə yol verməyəcək. Üçüncü məqam kişini icra etmək istədiyi layihələrə və onların iş görmə bacarığına etibar edin. Ərinizin görmək istədiyi işi məsxərəyə qoymayın və onları küçümsəməyin. Məsələn, evdə sınıq bir kran var. Əriniz alət qutusunu götürür və təmir açarları kimi alətləri əlinə alır. Siz isə ona belə deyirsiniz. Ay kişi, sən hara, kran düzəltmək hara? Təbii ki, kişi ilə qadın arasında belə bir zarafat varsa və kişi də bunu zarafata xoşdursa, bu hal istisnadır. Lakin zarafat yox, təni ilə deyirsinizsə, bu anda sizin nə etdiyinizi başa düşürsünüzmü? Siz onun mənliyinə dil uzatırsınız. Belə halda eyni ilə əriniz də sizə cavab verir və verəcəkdir. Sən mənim bir kranı belə təmir edə bilməyəcəyimi şübhə ilə yanaşırsansa, mənim nəyi öhdəsindən gələcəyimə inanırsan? Əziz xanımlar, bilin ki, kişilərdə ego hissi, özünə güvən hissi güclü olur. Siz bu kişi egosunu azaltmağa cəhd edərək onun kişi qüruruna zədələnmiş olursunuz. Bu da əsas xətalardandır. Əksinə kişinin özünə güvən hissini artmasına dəstək verin. Əvəzində o sizdən daha çox sevəcəkdir. Sizi daha çox sevəcəkdir. Nəticə etibarilə istədiyiniz bu deyilmi? Siz sevilmək istəyirsiniz. Elə deyilmi? Onda icazə verin, əriniz də səhv etsə belə özünə güvən hissini etsin. Məsələnin mahiyyəti budur. Adətən kişilər səhv etdikdə geri dönüb məsələni yenidən çözməyə cəhd edirlər. Onun daim başının üstündə kəstirməyiniz və səhvlərini həmişə üzünə vurmağınız və ya onun səhvlərini axtarmağınız, eləcə də onun egosunu küçümsəməyiniz bu kimi məsələləri kişi üçün problemdir. Əslində bu inci kişi egosu mənliyi üçün alçaldıcı və istirablı haldır. Kişi adətən özünü ailədə müdafiəçi, qayğı sahibi hesab edir. Əgər siz onu kranı təmir etmək sənlik deyil desəniz, bu onun üçün səni biz müdafiə etmək, qayğımıza qalmaq bacarığına inanmıram kimi səslənəcək. Belə də o ən yaxşı santexnik ustası deyil. Burada nə var ki, ancaq siz onun egosunu, mənliyini, öz güvənini küçümsəməyinizdə təqdirdə bu sizə qarşı onun qəlbində kin yaradacaqdır. O sizi istədiyiniz formada sevməyəcəkdir. Hətta ola bilsin ki, şeytan bu vəziyyətdən istifadə edib ərinizin qəlbində sizə qarşı ikrah hissləri oyatsın. Ona qayğıkeş şəxs, evin təminatçısı olmaq təəssüratını verməlisiniz. Çünki o sizi müdafiə edən, problemlərinizi çözən şəxsdir. Məhz buna görə siz xanımlar ona güvənirsiniz, ona söykənirsiniz. Həmişə susmalısınız. Heç vaxt xətaları haqqında danışmamalısınız demirik. Negativ bir şey deməli olduğunuzda sözlərinizi və səs tonunuzu çox ehtiyatla seçin. Deyinməyin, kişi üçün qadın deyinməsindən daha bir ağır şey yoxdur və bunu hörmətsizlik sayır. Ay kişi, hələ də kranı təmir etməmisən, 2 həftədir bunu etmirsən, nə vaxt düzəldəcəksən bu xaraba qalmışı kimi sözləri deyən qadını əslində ərinə qarşı hörmətsizlik edir. Kişi düşünür ki, qadın artıq mənim əsəblərimə toxunur və konfliktdə zəm yaranır. Əksinə, siz ona bunların hamısını müsbət tonda deməlisiniz. Bilmək lazımdır ki, kişinin kran düzəltməkdən vacib işləri də ola bilər. İşlərində gərginliklər də ola bilər. Elə deyilmi? Ona görə də siz onu mülayim şəkildə belə xatırlatmalısınız. Əzizim, bilirəm ki, keçən həftə kranın təmiri məsələsində sənə xatırlatmışdım. Mən anlayıram ki, sənin başqa işlərində var.
vaxtın olanda buna da baxa bilərsənmi? Sadəcə danışıq tonu məsələsidir. Mənfi olmaqdansa sadəcə müsbət münasibət bildirməyiniz məsləhətdir. Məsxərə etmək, qınamaq lazım deyil. Əksinə, biraz pozitiv olun və etirazınızı bildirmək məcburiyyətində olduqda sən əvəzliyini az istifadə edin. Onun yerinə mən sözünü işlədin. Başqa nümunə verək. Əriniz gün boyu sizə zəng vurmur və evdə də gec gəlir. İnsan işdən gec yorğun olaraq qayıtmışdır. Bu da azmış kimi sən gec gələndə mən heç zəng getmirsən, deyə qəzəbli xanımın başının üzərində kəsir. Bu ona əlavə təzyiq və əlavə gərginlik deyilmi? Valideyn övladına bu formada sorğu-sual edə bilər, ancaq xanımı bunu etməsi səmimi desək, münasibətlərə istilik göstərmir. Onunla uşaq kimi rəftar edib, onu qınamaqdansa, siz özünüzə nəcib qadın kimi aparmağınız tövsiyə edirik. Eyni tələbi daha gözəl, yumuşaq və formada demək olar. Əzizim, sən gecikdin, mənə zəng etmədin və mən sənin üçün narahat oldum. Yəni, mən səni düşünürdüm, hardasan, nə edirsən kimi zərif mesajlar verməklə onu bədahətən üzrxahlıq hissini yaşamağa vadar etdiniz. Bundan sonra o sizə görə dünyanın o başına gedib geri qayıtmağa hazırdır. Siz ona həmçinin bu mesajı yönləndirirsiniz. Sən mənim qayğıma qalmalı idin. Bunu etmədin, gecikdin. Mən səni düşündüm və beləliklə mən sənə qarşı nigaran qaldım. Kişi artıq anlayacaq ki, onun himayəsində ona ehtiyacı olan və onun gecikməsindən nigaran qalan bir xanımı vardır və gələcəkdə daha məsuliyyətli olmağa çalışacaqdır. Yeri gəlmişkən, bu fənd istənilən vəziyyətdə çalışır. Tutaq ki, ər dediyi bir ifadədə sizinlə biraz sərt davranmışdır. Sən sözünü deməkdənsə mən narahat oldum deyil. İstiqaməti dəyişdirin. Avtomatik olaraq mən özümü pis hiss etdim deyəndə ər hiss edəcək ki, deyəsən mən xanımla çox sərt davranmışam. Gərək bunu etməməydim. Belə halda özünü günahkar hiss edəcək. Lakin əgər siz onunla mübahisə və sərtlik etsəniz, özünüzü günahkar hiss etməyəcəkdir. Bunu xanımları təcrübədən daha yaxşı bilirlər. Elə deyilmi? Onun özünü kişi kimi hiss etməsini istəyirsinizsə, siz də əsl qadın kimi rəftar edin. Hər bir vəziyyətdə əsl qadın kimi davranın. Qadın kimi davranın ki, o sizi yanınıza gələndə özünü xilaskar, cəngavər kimi hiss etsin. Lakin sizin yanınıza bu cəngavərin gəlməsi üçün siz biraz özünüzü məcazi mənada desək, qurban kimi aparmalısınız. Sizin xilas olmağa ehtiyacınız olduğunu hiss etməyincə, o cəngavər sizin yanınıza gəlməyəcəkdir. Heç vaxt, heç bir vəziyyətdə ərinizin ləyaqəti və ya bacarıqları barəsində cəmaat içində danışıb məsxərə etməyin. Bu ona həmişə mənfi təsir edəcəkdir. Ər heç vaxt həyat yoldaşı tərəfindən məsxərə edilməsini istəmir. Bu sizin ərinizdə müsbət heç bir şey o etməyəcəkdir. Hörmətli xanımlar, ərinizin sizin zahiri görünüşünüz haqqında sizə sataşma tonunda ictimaiyyətdə içində danışsa xoşunuza gələrdimi? Məsələn, əgər o sizin bir neçə kilo kökəldiyiniz haqqında danışarsa, bu sizin xoşunuza gələrdimi? Xeyr ki, kişi eqosu da bayaq dediyimiz kimi daha çox həssasdır. Kişinin görmək istədiyi işə lağ edirsinizsə və ya cəmaat içindədirsə, məsxərəyə qoyursunuzsa, siz həqiqətən də onun eqosunun mənliyinə təzyiq göstərirsiniz. Kişi isə bunu qəbul etməyəcək. Təbii olaraq sizdən intiqam almağa çalışacaqdır ki, öz üstünlüyünü sizə isbat etsin. Əksinə, ərinizi tərifləyin. Onun valideynlərini və qohumlarının yanında tərifləyin. Maşallah, o mənim qayğıma yaxşı qalır və ya o çox mehriban insandır kimi sözlər deyin. Təsəvvür edin ki, nə vaxtsa bir dəfə ev işlərində sizə kömək etmişdir. Siz isə maşallah, barakallah,
o mənim qab yumağıma kömək edir, deyərək onun sanki bunu həmişə etdiyini göstərirsiniz. İnanın ki, o bunu etməsə də ertəsi gün sizə bir çox işlərdə yardım edəcəkdir. Bu həvəsləndirmək məsələsidir. Bu sadəcə insana müsbət qiymətin verilməsidir. Sözümüzün canı odur ki, siz xanımlar özünüz bir qədər zərif göstərməlisiniz. O zaman ərinizin sizin köməyinizə təpədən dırnağa zirehli cəngavər kimi gələcəkdir. Ən mühüm məqam kişinin qadının yanında özünü xoşbəxt, rahat hiss etməsidir. Kişiyə hörmət, ehtiram kişinin daima qadından razı qalmasına və onun yanında rahat olmasına səbəb olacaqdır. Bu isə kişi ilə qadın arasında məhəbbətin yaranmasına səbəb olacaqdır. Ünsiyyətdə rahatlıq tapasınız deyə sizin üçün özünüzdən zövcələr yaratması aranızda və məhəbbət və mərhəmət salması da onun dəlillərindəndir. Həqiqətən bunun üçün düşünənlər üçün ibrətamiz dəlillər vardır. Rum surəsi 21-ci ayə. Allah Azze və Cəllə eşidib fayda götürənlərdən etsin bizləri. Esselamu Aleyküm və Rahmetullah və Bərəkatuhu.